Motosiklla harasa getmək əyləncəlidir. Elə sürmək istəyirsən. Kalankası var da. Nə tərsən? Getdi. Sağ ol. CarPlay-i, səsi, musiqisi çox gözəl səslənir. Əyləncəlidir. Siz də hansınız Goldwinglə harasa getməyə adam elə can atır ki. Hətta uzaq qohumları görmək istəyirsən. Goldwingə minib getmək istəyirsən. Çünki sürmək istəyirsən. Bir dənə vulkanizatı tapsaydım, təkərin havasını doldurardım. Təkərin havası aşağıdır. Dakı göstərir 230, qabaq təkər 270 darxa. İndi sönəcək. Çünki təkər qızdıqca hava şişir və təzyiqi qalxır. Goldwingin bir dənə nəyi pisdir? Tıxacda qalırsan. Əslində qalsa, çox sürsən, vərdiş eləsən, onda da keçə bilirsən. Amma plasmasları çoxdur da, cıza bilərsən. Ona görə ehtiyatla idarə edirsən. Mən deyərdim ki, Touringlərin içində Honda Goldwing nömrə 1'dir də. Bütün dünya bunu deyir. Dözümlüyü, komfortu, ergonomikası, aerodinamikası, nə bilim, hər bir şey, dözümlüyü, davlenyanın, təkərin təzyiqinə ölçən söndü artıq. O demək ki, təkər qızdı. Artıq normal, güvənlə sürmək olar. Amma yenə də havasını doldurmalıyam. Honda Goldwinglə günə 500 km ilə rahat sürərsən ki, heç yorulmayaraq. Yağış yağsa belə sənə yağışın damcıları dəymir. Çünki Goldwingin aerodinamikası elə qurulub ki, həqiqətən küləkdən, yağışdan qoruyur. Amma təbii ki, 100% qorumur. Nə qədər olmasa, damcılar da olsa, yaxud güclü külək olanda da yenə də vurur. Amma maksimum qorumaq imkanı var. Bir də bir söz deyim də, Goldwinglə şəhər keçirəndə həqiqətən fikir verirəm, insanlar baxır, əhval-ruhiyyələri qalxır. Yəni, elə bir insanlara müsbət pozitiv enerji verirsən. Və musiqi də eyni zamanda olanda lap əla olur. Həm gözəl moto, həm musiqi. Və çox qəşəng kompozisiya yaradır.